Salam aleyküm, əziz və hörmətli dostlar. Ərz edeyim xidmətinizə ki, qonaqlarımızı, bir dostlarımızı lütfən dəvət eləyək, bərabər əl-ələ verək və dostları dəvət eləyək, huzurları olsun. Dostlar, icazə buyurun, mən bunları çağırım, dostlardan biraz dəvət eləyim, sonra ərz edeyim xidmətinizə ki, bəzi məsələləri danışaq bərabər. Tamam. Mən bir tədad salamlar, saygılar dostlar. Çox sağ olun. Təşəkkür edirəm. Var olasınız, sağ olasınız. Mən gözlüğümü də dəyişdirim ki, göz-göz kontaktı deyirlər. Yəni göz-gözə olaq. Əziz və hörmətli, saygılı dostlar. Bilirsiniz ki, biz bir dana düşüncə otağı açdıq. Otağı fikr və adını qoyduq düşüncə bağı. Və buna bir proje tərif elədik. Burada bərabər el onlayn canlıda heç öncədən fikrim olmayaraq bir proje tərif elədik. O da budur ki, görək Güney Azərbaycan və İranda yaşayan siyasi partilər nə düşünürlər? Siyasətləri nədir? Əslən nə istəyirlər? Stratejiləri nədir? Siyasətləri nədir? Gələcəyə xəritələri, yol xəritələri nədir? İdeolojiləri, fəlsəfələri nədir? Millətimizi necə düşünürlər? İranı necə düşünürlər? İran sözündən nə düşüncələri var? Azərbaycanı türk bilirlər? Yüzlər sual. Buna 500 sual ortaya qoydum mən. 3 həftə çəkdi, 2 həftədən çox çəkdi sualları fəqət yazaq. Sonra da bunu göndərdik tamam Güney Azərbaycan təşkilatlarına. Əlbəttə, elə o müddətdə biz otağın adını tapdıq, adını qoyduq Güney Düşüncə Bağı. Çalışdıq ki, Instagramda mənim adımı altında, Hidayət Təbrizim adı altında və ha belə, çünki o əsli adım şey olubdur, əlimdən çıxıbdır, bəlkə dostların əlində olsa, xahiş edirəm ondan istifadə eləməyin, o mən deyiləm. Onu əlimdən alıblar, mənim adım qalır, indi əlbəttə mən görənmirəm, amma mənim adım qalır, amma mən orada deyiləm. O başqalarının əlindədir, düşmənlərin əlindədir. Onun üçün Hidayət Təbrizim aidisindən mən istifadə edirəm. Hər halda bir də ki, Clubhouse-da bir otaq açdıq, adını qoyduq Düşüncə Otağı. Latin əlifbası ilə və ha belə ərəb əlifbasının, amma türkcə yazdıq bunu Düşüncə Bağı. Bir cələsə də oradan aparmağa çalışdıq, amma ondan sonra səs probleminə düşdük və səslər, mən naçar oldum qulaqlıqdan istifadə eləyəm. Bu qulaqlıqdan da istifadə eləyəndə səs o otağa getmədi. Nəticətən şeyə düşdük, yəni orada yaya bilmədik, bu bir müşkül oldu. Amma YouTube'da qoymuşuq, ondan sonra da dostlarım bir çoxuna olar ki, mənlə sosial şəbəkələrdə dostluqları vardı. Mən onlara bir şey göndərə bilirəm, onlar mənə bir şey göndərə bilirlər, bunlara da göndərdik. Göndərirəm, yəni hər proqramdan sonra Instagramdan bir çox adama göndərirəm, eyni halda Instagramda daimi qalır feylən. O günəcən ki, hesabımız aradan getməyibdi, qalacaqdı. YouTube'da vardı, Telegram'da qoyuram, X-ə qoyuram linkin. Dostların bəzisinə hətta mesaj olaraq göndərirəm özlərinə. Bu cürsü müxtəlif, yəni müxtəlif sonlardan çalışıram ki, bura gələm. Bu soruları qoyandan sonra dostlara göndərdik, yəni o partilərin
liderlərinə göndərdik, liderlərin adlarını tapdıq, onlara göndərdik və əlbəttə bundan qabaqda onlarla yazışırdıq. Yəni deyirdik ki, tamam bu otağı qurmuşuq, istirik bu işi görək, o işi görək filan bəhman. Adamlardan nəzər istirdik, əsasnamə yazdıq. Mən indi o əsasnaməni də taparam, oxuram burada. Çünki oxunmalıdır. Ərz eləyim ki, bu səfərdə, yəni bundan bu üzə də bu gərək beləsi olsun. Əsasnaməni indi icazənlə mən buradan axtarıb tapacağam. Baxdım, indi gördüm əlimdəki kağızlarda deyil, online idi. Online olanda da rahat taparam, o önəmli bir şey deyil. Yəni bu mənim webloguma geçsək, orada çox rahatlıqla tapılacaqdır. Bunları göndərdik partilərə, partilərin dostlarımız hamısı şey aladılar, əlaqə göstərdilər, çox lütfünə. Döktür Çehriqani cənabları fəqət dedi ki, mən gərək içəridəki, eşikdəki üyələrimizlə danışam, cavab verəm. Olmaz, cavab vermədilər. Bir partimiz ki, yazılma halındadılar, bir ildən biraz çoxdur, təşkil tapıblar. Əsasnamə yazırlar, nizamnamə yazırlar, propozalların hazırlayırlar filan. O təşkilatında başqanı dedi ki, mən danışmıram, amma dostlar deyirlər, ehtimalən danışacaqdır. Mən ona da umuram ki, o da gəlsin, danışsın. Ondan sonra tamam təşkilatların hamısı deyiblər, gələcək yox. Birinci təşkilatçı başladıq, Güney Azərbaycan İstiqlal Partisi sözcüsü ilə başladıq. Sözcüsü Salih bəy Yıldırım cənabları idi. Ondan 6 gün dalbadala uzun 3 saat, 4 saat bir gündə müsahibə eləmişik. Soruların %35-inə cavab verə bildik, cavab ala bildik əslində. Və uzun bəhslər keçdi, çox ideolojik bəhslər mətrəh olur, hüquqi bəhslər mətrəh olur ki, ideolojik baxışdan biz baxırıq, orada demirik ki, məclisdə biz məclis olaq qanun təsvib eləyək, yox. Orada o partinin hüquqi düşüncəsini istirik, fəlsəfi düşüncəsini istirik o hüquq haqda, ya o iqtisad haqda, ya o, yəni demirik ki, məsələn, sən get al, sat, ya büdcən olsun, amma deyirik ki, fəlsəfi olaraq, düşüncə olaraq sənin nə tərhin var, məsələn, iqtisadda, ya siyasətdə, beynəlmilər səviyyədə filan. Qərar oldu ki, Salih bəy Yıldırım cənabları bu sorulara yavaş-yavaş indiki iş fəsli, yəni işə getməyə 6 gündən əlavə, yəni 6 gündən izafi vaxt verməmişik təəssüflə. Belə görürük ki, hər partiyə gərək bir ay vaxt verirdik, amma vaqiqiyyət budur ki, bizim bu imkanımız yoxdur. Bir adamı gündə 2 saat, 3 saat, 5 saat gətirək burada saxlayaq, deyək ki, səndə işləməcəklə. Bu imkansızdır. Onun üçün qərarımız belə oldu, Sayın Yıldırım cənabları. Vaxt elədikcə ya səsinə sorulara cavab versin, bizə göndərsin, biz yayaq, ya video çəksin, elə cavabları versin, ya da ki, nə deyərlər, yazı yazsın, hər soruya göndərsin, biz də onları həm səsinə burada oxuyaq, deyək və üstündə danışaq, qoyaq da müntəşir eləyək. Bizim partilərimizin, Güney Azərbaycanın ya İranda yaşayan türklərin partilərinin siyasi, hüquqi, fəlsəfi və stratejik düşüncələrin biz bilək, görək ki, nə düşünürlər. Beləliklə siyasiləşək, dostlar. Bilirsiniz, biz çox siyasi bir toplum deyil, İranda yaşayan millətlər əslində siyasəti bilmirlər nədir. Əslində siyasət İranda mənası yoxdur əslində. Yəni o məfhumda hizbi siyasət, dövləti siyasəti demirəm. Ondan sonra növbət yetişdi Əjdər bəy Təqizadə cənablarına, partilərinin də adı Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı. Əgər səhv eləmirsəm, dəqiq adı belə olacaqdır. Mən də burada onlarla da yazışırıq, elə əvvəldən sualları göndərmişik, müvafiqət elam eləyiblər. Hətta 1-2 gün öncə bir dostumuz dedi ki, mən partinin gələcəyəm parti tərəfindən danışam. Yəni, Əjdər Təqizadə cənabları gəlməyəcəklər və bu dostumuz gələcək. Mikail adlı Oyta.
Bəli, Mikail Oyta adlı bir dostumuz gələcək, qoşulacaq və sorulara cavab verəcək. Bilmirəm burada var ya yox. Əgər Mikail bəy burada olsa lütfən yazsın, mən gətirə bilim üstə. Amma 2 gündür çalışıram ki, bu Mikail cənabları ilə əlaqə saxlaya bilmirəm. Biraz da nigaran olmuşam. Səs də qoydum indi. Əlbəttə, Avustraliyada yaşırlar. Avustraliyada indi biz burada naharda onların gecə yarısından da səhərdir. Təqribən saat 4'dür, 3:30-4'dür orada. Yəni gecə 3:30-4'dür. Yəni çox çətin bir vəziyyət olacaq ki, 3:30-4'də ailələr gələrlər burada 3-4 saat oturalar. Sonra ya işə gedələr ya çox ağır olacaq. Yəni bunu mən düşünürəm. Və bilirəm ki, bu biraz çox çətin olacaq ya da olmayacaq əslən. Amma 2 gündür çalışıram ki, Mikail cənabları ilə əlaqə quram və görüm ki, proqrama gələcəklər ya yox. Ən sonunda nə deyirlər? Dedim ki, mən hər yerdən ki imkanımız vardı, oradan mesajlar göndərdim, səs göndərdim, zəng elədim filan bəhman. Dedim ki, gedim canlıya, bəlkə canlıya gələr. Çünki bu günlər əvvəlinci gündür. Əjdər Təğizadə cənablarına da mesaj göndərmişəm, vəziyyəti güzariş eləmişəm, raport eləmişəm, amma görməyiblər. Yəni icazə əlbəttə buradan da görə bilmirəm, amma buradan kompüterdən baxıb görə bilirəm ki, indi son durumları nə cürdür, mesajları görüblər ya görməyiblər. İcazəsinə mən gedim buraya və görüm ki, mesajları görüblər, görməyiblər. Biraz biz bu biraz nataraz olub əslində qəziyyə. Görüm ki, Əjdər bəy Təğizadə cənabları təəssüflə Əjdər bəy neçə gündür mənim mesajlarımı görmür. Yəni mən qalmışam ki, nə olubdur? Mesaj da qoymuşam, zahirən heç elə bir görməyiblər, cəlibdir. Necə biz bu əlaqə saxlamışıq, hardan danışmışıq? WhatsApp'dan mən baxıram indi dostlar. 5-ci ayın 4-ünə qədər, yəni bu günlər ayın hardasa 24-üdür, danışmışıq bərabər. Videolarını göndəribdir, çox gözəl, var olun bəy, əfəndim, bəy əfəndim yazıblar, çox şeyi oxuyublar, düşüncə bağının əsasnaməsini oxuyublar, elə indi yaxşı oldu, onu da burada gördüm, buradan açsın, bunu danışaq, görək ki, nə olacaq. Tamam, hər halda gözlürəm, umaram ki, dostumuz gəlsin və bu bəhsə davam verək. Dostlar, 500 dana soru, ideolojik sorular, əlbəttə çox sadə sorulardan başlayırıq. Yavaş-yavaş getdikcə o mövzulara ki, normalda Güney Azərbaycanda teori boşluğun bunlardan gəlir. Yəni biz çox şeyləri görmürük. Emergensi olan, iztirari olan konuları görürük, onların üstündə danışırıq. İstiqlaldır ya federalizmidir, bunları danışırıq. Bəzən demokrasini danışırıq ya danışmırıq. Bəzən azadlıq nedir, bunu düşünürük, düşünmürük. Kürtlərlə, farslarla, Gilanı, Mazəndəranı, lorları, bunları danışırıq coğrafi olaraq. Ana dilini danışırıq. Amma ideoloji bu deyil tək. İdeoloji bir çıraqdır, işıqdır. Gecə qaranlıqda onu tutursunuz qabağınızda, qaranlıq yolu onunla işıqladırsınız, gedirsiniz. İdeolojisiz hərəkət imkansızdır. O dövlətlər ki, dövlət qruplar və imperialist olublar, dövlət qruplar, fərq eləməz, imperialist olublar, olmayıblar, önəm daşımır. Dövlət quran millətlər ya o varlıq, onlar iki şeylə müxalifət elərlər. Bir rəhbərlik, bir də ideoloji. Niyə? Çünki əgər o millətlər ki, məsələn, İranda yaşırlar, onlar rəhbərlik məsələsində geçsələr, təvafuq eləsələr ki, rəhbər yaxşı bir şeydir, lazimdir, zərurəti vardır, həttmən gərək olsun, o millət inqilab elər. O millət ayağa qalxar. Özün layiq gördüyü şeylər üçün qalxar ayağa. Çünki rəhbər də var, onları gətirər xiyabana, danışdırar, hər cəhətdən o hərəkətə gələr o toplum. Amma rəhbəri olmayan toplum, fikrin ki, məsələn,
təsbehdir. Bunun bağı qırılıbdır, rəhbərsizdir. O elə yerdə hər kəsin öz yerinə gedibdir, heç birisi dərdə dəyməz. Amma o zaman ki, bunları yığırsınız bir yerə, başını bağlırsınız bir yerdə bunları eləyə bilirsiniz ki, əlinizdə tutasınız, çövrəsiz, hər neyniyəsiz, onda nə olur? Burada bir ittihad var, hamısı bir hərəkət edir. Sistematik hərəkət edir. Rəhbər bir sistematik hərəkətin başlığıdır. İranda teorik olaraq bizi bunun əleyhinə eləyiblər ki, rəhbər də ağzı var, gəlir yemağa, nə bilim, təbii ki, rəhbər də gəlir yemağa, rəhbər adamdır, yiyəcəkdir. Yəni, yeməyəcək deyil. Amma bunu rant əgər yemağı deyilsə, rant yemağı deyilsə, hər kəsi biz işlətsək, başımızın üstünə gətirsək, hangi dövləti gətirsək, o hüquq alacaq bizdən. Amma əgər istəyirik ki, rantı deyək ki, hər kəs gəlirsə rantı vardır, yox, onun rantın qanunları vardır. O qanunları qoysaz ki, dünyada qoyublar, rant apara bilməz. Ranta əgər mücazat qoysaz, məsələn, mən bir qanun yazmışam, anayasa yazmışam, mən özüm. Məsələn, orada ranta belə bir mücazat qoymuşam. Hər kəs dövlət işinə gəlirsə, %10 məmuli adamlardan izafi hüquq ala bilər, normal hüquqlardan. Normal hüquq, nə yuxarı, nə aşağı, orta hüquqlardan %10 izafi hüquq ala bilər. Amma bu izafi almaq və dövlət işinə girmək buna bir vəzifə gətirir. O vəzifə nədir? Bunun işi 24 saatlıqdır, şiftilik deyil. O deyə bilməz ki, mən bu 10% üçün işləmirəm. İşləmirsən, gəlmə. Baxın, heç kəsi idari işlərə icbarla gətirmirlər. Ayrı yerdə qazana bilir, getsin qazansın. Ayrı yerə əlaqəsi var, getsin orada işləsin. Əgər biri gəlir ümumi bir işlərə, dövləti bir işlərə, millətlə işləməyə, o deyə bilməz ki, mən çox hüquq istəyirəm. Normalda gərək müftə işləyərlər. Amma deyək, bütün zindicanlıqları gərək keçilsin. Məsələn deyirəm, İranda orta hüquq 15 milyondur, 20 milyondur. Məsələn deyək, o 20 milyon xaricərdən gərək bir 10. Məsələn, indi bilmirəm, həddəqəlli deməyək da, orta, deyək ki, bir nəfərin 10 il təcrübəsi vardı. Məsələn, 20 milyon, 22 milyon, hər neçə alır. Bu 22 milyon artı 10%. Yəni, 2 milyon 200 min, məsələn, izafi olar. Onlar, məsələn, 22 milyon 200 ayda. Bu qədər. Amma onun şifti 3 şiftidir. Xaricər kimi sübh 8-də gedim, axşam 5-də gəlim deyil. Onun şifti 3 şiftidir. Çünki o dövləti işdir. İndi bu birinci tərəfdir. İkinci tərəfdən rantın qabağını necə olacaq? Mən misal vurdum Kanadanı geçən seri. Dostlar, mən salam aleyküm. Əgər bizim dostumuz gəlmiş olsa Mikail cənabları, lütfən orada yazsın ki, məni çağırın ya da mənə request göndərsin. Mən çağırım, sözümüzə davam eləyək. Hər zaman gəlsələr, gözümüz üstə yerləri və qapımız da açıqdır. Hər halda, indi Kanadada beləsi bir şey var. Məsələn, mən bəqqallıqda işləyirəm. Burada bir rant sistemin görününə aşağıdan düzəldiblər, başaca. Mən, məsələn, bir bəqqallıqda işləyirəm. Bu bəqqallıqda latari satırlar. Latari, dostlar, bilirlər nədir? Bilməyənlər üçün deyim. Latari bir sistemdir. Bir kağazdır, gedirsən, alırsan, görüm yanımda varsa görsədim. Bir dənə kağazdır, gedirsən, alırsan. Məsələn, bu həftə 70 milyon dolardır onunki. Bu gün olacaq. Cümə günü axşam saat 10-da qur'a çəkəcəklər. Kanadada bu 70 milyonun tamahına adamlar 35-40 milyon adamı var Kanadanın. Bu 40 milyon adam gediblər hərəsi 10 dolarlıq, 50 dolarlıq, 100 dolarlıq alıblar. Buradan, məsələn, bu 70 milyon dolara dövlət oradan bir 1 milyar, 2 milyar, 5 milyar pul qazanıb. Yığıb ora. Bu 70 milyonu bu gecə çəkəcəklər, qur'a çeşlik eləyəcəklər. Qur'a çeşlikdə mümkündür çıxa birinə, mümkündür çıxmaya. Yəni, dövlət indi Covid gələndən bu üzə qoymur çıxa. Yəni, o ki deyirlər, yox, dövlət dixalət elə bilmir, yalandır. Dövlət keçən, heç olmasa mən bir ildə göz altında tutmuşam, görürəm ki, 15 milyon, 5 milyondan başlayır qoyur, ta 70 milyona yetişincə qoymur çıxsın. Yəni, məsələn, 2 ay çəkir çıxsın, məsələn, ya 7 həftə, 8 həftə çəkir çıxsın 70 milyona. O 70 milyona çıxandan sonra bir nəfərə çıxır. O kimə çıxır, o da yenə bəlli deyil. Qabaqsan əkslərini qoyurdular, bəlli olurdu. Birinə çıxıb, indi o da bəlli olmur. Ya mən görmürəm, burası da var. Ola bilər ki, ola, mən görmürəm. Amma indi bu tamam bir çox dükanlarda, yəni Kanadada deyək ki, Kanadada deyək 100 dana dükan var. Bunların 80-ində, 75-ində bu latariləri satırlar. İndi o dükanda ki, bunlar satılır, o dükanın sahibi
işləyənləri, xanımsı, uşaqları, bacısı, nənəsi, dədəsi, qardaşı, məsələn, xanımısının yaxın əqrəbaları oradan latari alanmazlar. Alsalar, getdilər aldılar. Məsələn, mən bir yerdə işlirdim bir dükkanda, mən alırdım. Hər gün özüm orada alırdım. Rəisə də demirdim hesabına. Deyirdim, latari də alıram da. Bir gün bir dənə xanım gəldi, oradan latari alır. Mən də, sonra dedi, mən pəşiman oldum, istəmirəm. İstəmirəm dedim, tamam, mən götürürəm. Dedi, sən götürə bilməzsən. Dedim, niyə? Pulum veririm, götürürəm. Dedi, yox. Sən burada işlirsən, bu rant hesab olur. Sən buradan bunu alsan, bərəndə də olsan sənə hesab verməzlər, ehtimalən mühakimə edirlər. Çünki sənin buradan almaq haqqın yoxdur. Sən isə lateri alasan, gərək gedirsən, o yerdən alasan ki, orada işləmirsən. Nə tək özün, dedik adamlar da ala bilməz. Latari belə bir sistemdir. Yəni, bu sistemdən eləmək olar ki, dövləti sistemi ya sistemi qorumaq. Yəni, bu iki biri gəlibdir. Amma İnsanlar bu iki gəlibdir, orada rəis cumhur ola, bundan qəzəl. Təbii ki, gəlirik rəis cumhur olaq. Siyasətə girən istir rəis cumhur olsun, istir rəis məclisi olsun, istir parlamanı geçsin, istir vəziri olsun, istir müdir idarə olsun, istir ordunun başı olsun. Biləxərə hər bir amac üçün siyasətə girib. Siyasətə insanlar girərlər ki, qudrəti əllərinə geçirdələr, düşüncələrini orada icra edirlər, işə qoyarlar. Bu birinci vaqiiyyət. Yəni, bundan qaçmaq yoxdur. Onun üçün bəzi dövlət fəlsəfələrində deyirlər ki, dövlət dünyanın ən böyük şərridir, amma qaçınılmaz şərridir. Yəni, bu dövlət işi insanların bir çox azadlığın əlindən alır. Bir çox haqların əlindən alır. Bir çox istəklərin qoymur əllərinə rahatca gətirsinlər. Qazandıqların belə əllərindən alır. Deyir ki, sən mənə məsələn %30, %40 maliyyat verəcəksən. Məsələn, Kanada dövlətin, mən deyim, burada üçün yaşıram. Məsələn, biz burada yemaqdan sonra, çiğ yemaqdan sonra, qutulanmamış yemaqdan sonra, qutulansa əgər ona maliyyat veririk. Çiğ yemaqlar, meyvələrdir, ətdir, toyuqdur, bunlar çiğdilər. Bunlardan sonra bunlara maliyyat vermirik. Meyvələrdir, bunlardır, dedim, süddür. Bir də süd. Bu karxanaya gedibdir, amma süddür. Buna da maliyyat vermirik. Ondan sonra hər nə mənə ki qutuda ola, dükandan alasınız, hər yerdən alırsınız, alın, fərq eləməz, ona maliyyat verəcəksən. Yemək bişini yemək alsan maliyyat verəcəksən. Tamam. Neçə? %13. %13. 1 dolar olsa qiyməti, 1 dolar 13 sent siz ona ödürsünüz. Bir dana məsələn televizyon alırsınız, 1000 dolar. 1113 dolar onu pul verirsiniz. 113 doları gedir dövlətə. İndi il başı gəlir, il başı gedir maliyyat verəcəksiniz. Özü adam başı, ev başı deyil. Adam başı maliyyat verəcəksiniz. İşlər ayrı maliyyat verəcəklər. Məsələn, mənim bir işim var, bir də özüməm. Əgər işim olmasa, özüm, yəni özümün hesabıma gəlsə bankım, şirkətim olmasa, o başqa, özüm elə hesab oluram. Amma mənim özümün gəlirim var, bir dənə də bir şirkətim var. Yəni, bir özüm varam, bir dənə də şirkət var. İndi, mən həm gərək öz maliyyatımı dolduram, həm də gedəm o şirkətin maliyyatını dolduram. O şirkət də %13 verməlidir, mən də 113 verməliyəm. İndi mənə deyir ki, neçə qazanmışsan, qazandığın nə qədər il başına. O xərcləmirsən, maliyyat vermirsən, onlar da bunun içində. Deyirsən ki, məsələn, 50.000 dolar, 100.000 dolar qazanmışım. Bu 100.000 dolar deyək ki, mənim hesabda rahat olun. Deyir ki, 100.000 dolar qazanmışsan, 100.000 doların, 13.000 doların verəcəksən dövlət. İl başı da bunu alır. 13.000, 13.000, 26.000. Deyək ki, 26%, üzrsən. 26% burada şeyin azıdır. Maliyyatın azıdır. Amma məsələn, dövlət deyir ki, 60.000 dolar alacam, məsələn deyirəm, 13%dir, 70.000 dolar olanda olacaq, 15%, 80.000 olanda olacaqdır, məsələn 30%, beləsi aparır, məsələn gedir 200.000-ə gətirəndə deyir, məsələn 64%, 65% sən maliyyət vergi verəcəksən. Yəni o adam 65% maliyyət verir, gəlirindən ki, xərcləyibdir. Mobl alıbdır, maşın alıbdır, qıst veribdir, nə bilim, ev qıstı veribdir, bimə veribdir, yemək alıbdır, paltar alıbdır, dava dərman alıbdır, hamısına da maliyyət veribdir bunların. Amma bunun yanında bir dana da buradan gələn şey versin. Nə deyirlər? Maliyyət versin. Görürsünüz ki, adamın 70% getdi məsələn maliyyata. Məsələn deyirəm, dəqiq mən bunlar maliyyatçı deyirəm, bilmirəm. Amma bu cür bir sistem düzəldiblər. Çox qazanan, əlbəttə bir məbləğdən də çox qazanandan maliyyət az alırlar. Yəni məsələn biri qazanıb da
1 milyon dolar. Ondan elə alırlar məsələn 60%. Məsələn. Hətta bəlkə aşağı. İşlərdən biraz az alırlar, amma işdə məsələn da onun gəliri çoxdur da. Məsələn fərz edin bir dənə şirkətin nə bilim ildə məsələn 10 milyon, 100 milyon, bir neçə milyard dolar gəlgedidir. Məsələn Walmart deyək. Məsələn ildə bunun nə bilim 10 milyard, 50 milyard, 100 milyard gəlgedidir. Tim Horton məsələn mümkün bunun 20 milyard, 50 milyard, 100 milyard ildə Kanadada gəlgedi olar. Bundan məsələn 10% da alsa böyük pul edir. Çox böyük pul edir. Amma böyük puldu da alır. Yəni bunları alır. Beləliklə ranta qoymur getsin dostlar. İstəyirəm bunu deyəm ki, ranta qoymur getsin. Siyasətə gələndə də siz siyasətmədarları qoymayacaqsınız. Rantı ittilatı eləsin, rantı siyasi eləsin, rantı hüquqi eləsin, rantı mali eləsin. Bunu kontrol edəcəksiniz, amma insanlar toplumda dövlət olacaqdır. Tamam. Mən danışıram ki, bəlkə Mikail bəycələr əsli bəhsimizə başlarıq. Umarım ki, gəlsinlər. Mən gözlürəm. Ərz edeyim xidmətçi dostlar. Biz partimiz olmalıdır. Pəs lider olmalıdır. Lider deyəndə İran kimi rəhbər sistemi yox. O rəhbər sistemi şahs sistemidir. O sistem yox. Demokratik. Məsələn, Salih bəy İldırımcının təşkilatı istiqlalçı bir təşkilatdır. O demokratik bir sistemdə, içəridə demokratik bir sistemdir. Yəni ildə, 2 ildən bir toplu üzvlərin hamısı ki pul verirlər, rəy haqqları var, toplanırlar, onlar iki haqqları var, kandid olarlar, kandid olurlar, onlara rəy verilir, rəy verən hər kəs gətirsə o gedir olur sözcü. Bu demokratik bir sistemdir orada. Labisi də, burada da rantı da gərək qabağını alalar, ranta dedilər, yerimizdə hələ feylən şey yoxdur. Yəni o şərait gəlmir ki, yaxşı bizim məsələn fərzən ailə hizbidir məsələn. Əlbəttə mən özüm onu məsələn düşünürdüm ki, ədda ailə hizbi olsa onun rantı nə cür qabaq almaq olar, onu məsələn mən özüm düşünürdüm. Bunları ki dedim, bunları mən o qanunda qoymuşam. Yəni o qanun əsası ana yasa ki mən özüm yazmışam, mən özüm İnsafəli Hidayət olaraq onu yazmışam. Orada məsələn rantla nə cür mübarizə edək? Mücazatları nə cürdür? Əgər məsələn biri məsələn rant yedi, ixtilas elədi. İxtilasın 2 qatı onun əmvalından alınır. Onun özünün, uşaqlarının, arvadının, yaxın adamları ki təhqiq edəcəksən, malları bu işə gələndən sonra çoxalıbdır, onların əmvalından alacaqsan. Məsələn, gəlini var, gəlinin nənəsi var. Məsələn, adam mümkün öz ailəsinin adını yazılmıyor, gəlininin ailəsinin adını yazır. Siz onları baxacaqsınız, yəni sistemimiz var. Baxacaqsınız, görəcəksiniz ki, sən burada, mən yazdığım qanunda bunları gətirmişəm. Buna görə ki, biz İranda qanunun aşkar olmadığı, qonc deyirlər farsça, bəlli olmayan, tərif eləyə bilədiğin, hər kəs özü istədiği kimi, mən belə düşünürdüm, belə elədim, o yoxdur. Qanunda gərək yol verməyəsən. Hər kəs öz düşündüyünün üstündə mən belə düşünürdümdən getməsin. Qanun açıq gərək ola. Hər kəsən bilə ki, bax, mən bu cızıqdan çıxsam nə olar başıma gələr? Məsələn, deyək ki, birinin gəlini vardı, o gəlinin adına, gəlininin uşaq, nə deyirlər, nəvələrinin adına, nəticələrinin adına, nə bilim, gəlinin famillərinin adına yazar. Yaxın familləri, qardaşdır, nənədir, bacıdır, dədədir, əmidir, dayıdır, xaladır, bunların məsələn, əmmədir, bunların özlərinin və uşaqlarının adına yazar. Nə edirsiniz? Siz burada gələ bilərsiniz. Sistem, dövlət sistemində tərif edersiniz ki, əgər əqrəbaların məsələn 2-ci dərəcəyəcən bu müddətin içində ki, bu adam iş üstündədir, sərmayəsi, pulu, varı, hər nə mənə, yəni sərmayə deyəndə ola bilər ki, yer olsun, bağ olsun, fabrika olsun, pul olsun, burs olsun, saham olsun. Yəni hər şey ki, bunların içində olur və ərzişi maliyyə çevrilmək olar, pula çevrilmək olar. Onların hamısı təbii ki, şey yox. Məsələn, bir kitab yazıbdır. Tamam, bunu ərzişi maliyyə çevirmək olur. Amma bu yazıbdır, zəhmətcə ki, bu ayrı bir şeydir. Amma əgər o cür bir şey gəlibdirsə ki, qeyri-usuli, məsələn, deyək ki, bu adamın bəllidir, ayda bir belə gəliri var, 10.000 tümən gəliri var. Bu adam 4 ildə, məsələn, elər ildə 120.000 tümən, 4 ildə də elər 480.000 tümən, bu adamın gərək pulu olar. Yeməsə gərək bir belə olar.
Əgər bundan izafə olsa, yəni ki, bu adam ixtilas edibdir, oğurluq eləyibdir, rant eləyibdir. Özünün də, ailəsi də bu cürsüdür, yaxınları da bu cürsüdür. Bu cürsə eləməklə o rantın qabağı alınır. Və bunu da insanlara, xüsusən mətbuata və insanlara, burada Amerikada fışdırıq çalanlar deyirlər. Belə fışdırıq çalırıq. O fışdırıq çalanlara burada, indi mən ingiliscəsi yadımda deyil. Deyirlər fışdırıq çalanlar, Türkçəsi budur ki, fışdırıq çalanlar. Siz insanlara icazə verirsiniz, görünməsinlər, tanınmasınlar, amma ifşagərlik eləsinlər. Sonra da bir dənə sistem düzəldirsiniz, qüvvə-i qəzaiyyədə ya bir ayrı qüvvələrdə ki, o gedir, o adama yemağın verir, içmağın verir, əmniyyətin təyin edir, gizli saxlır. Onun adını dəyişdirir, sicillisini dəyişdirir, hər şeyini dəyişdirir, belə lazım olsa üz gözünə əməl elətdirir, aparır məmləkətin bir ayrı quşəsində, lazım olsa məmləkətdən eşikdə bir yerdə onu saxlır ki, mafiyalar tapıb onu öldürməsinlər. Sonra ona deyir ki, tamam, mədariki vercinəm, biz bu adamı tutaq mühakimə eləyək, rəis cümhurda hər kəsdir. O mədariki alır və o adamı mühakimə edirlər. Bu şey çalanlar, fışqa çalanlar, fışqaçılar, qətarha belə səs çalır, maşın səs çalır. Ona görə deyirlər, yəni ki, hamıya deyir ki, gəlirəm da, gedin qırağa, bir müşkül var, mən gəlirəm, yoldan çıxın. Bu fışqırıq salanlar da bunu deyirlər ki, burada bir xətər var, amma mən canımdan qorxuram. Ona görə gizlənmək lazımdır, məni gizləmək lazımdır. Adamlar da gəlirlər, bunu gizlirlər ki, dövlət ya o sistem ki vardı dövlətdən qıraqda, o da gəlir bunu gizləyir. Hətta dedim, bu qüvvə-i qəzaiyyədə də ola bilər. Onun üçün, məsələn, bu hər sazmanda ola bilər və buna müstəqil adamlar, güclü, ruhiyyəli adamlar lazımdırlar ki, gələrlər bunu alırlar öhdələrinə və bundan gedərlər qabağa. Bunun üçün biz, farslar çalışırlar bizə deyirlər ki, sizin parti lideriniz olmamalıdır. Bu bir. İkincisi ideoloji. İdeolojiniz olmamalı. Çünki ideoloji sizə yolu dedim, bir çıraqdır ki, qaranlıqda gedirsiniz, əlinizdə bir çıraq tutursunuz. O çıraq sizə yolu göstərir ki, yolda nə var? Burada dərə var, burada körpü var, burada daş var, burada quyu var, burada su var, burada maşın gəlir. Hər nə mənə bunları görəsiniz və o xətərdən uzaqlaşasınız. İdeoloji olmayan millət rəhbər də bula bilməz. Çünki ideolojinin dövrəsində, rəhbər ideolojinin dövrəsində olar. Və ideolojinin qabağında gedən adamı rəhbər seçənlər. İndi farslar və o qüdrətli olan dövlətlər bizi bu yerə yetiriblər ki, deyirlər siz, məsələn, rəhbər yaxçı deyil. Və belə ideolojinin də tarixi keçibdir, ideoloji yoxdur. Niyə deyirlər? Çünki bunlar özləri ideoloji ilə gəliblər iş üstə, əllərin bir ideolojini aparırlar. Görürsünüz ki, o ideolojidən ötürü insanlar xiyabana çıxanda onları qətlam edirlər, onları öldürürlər. Onların canlarına rəhm eləmirlər, onların ailələrinə rəhm eləmirlər. Yüzlər nəfəri, məsələn, bir Xurdadda, 1385-də, Xurdad ayın 1-də Azərbaycanda nə qədər adam öldürdülər, nə qədər adam tutdular, nə qədər adam vurdular, yaraladılar, nə qədər adam evlərindən didərgin oldu, nə qədər adam vətəndən qaçmağa məcbur oldu. Yəni, canını qorumaq üçün qaçmağa məcbur oldu. Bu nədir? Bir dənə rejimdir. Amma özü nədir? Özü ideolojikdir. İdeolojisi var, rəhbəri var. O rejim amma sənə deyir ki, rəhbər dövrəsi keçibdir, ideoloji dövrəsi keçibdir. Niyə? Çünki sən əgər ideolojin olsa və rəhbərin olsa, ideolojinin dövrəsində rəhbər tapılar. İmkansızdır. Gecə-tezi rəhbər tapılar. Və ya bir şura rəhbərlik şurası tapılar. Məsələn, Hindistanda rəhbərlik şurası tapıldı. O gələr neylər? İnsanların bir çoxun, hamını yox, bir çoxun yığarı öz dövrəsinə. Orada hərəkət olar, orada cərəyan olar, orada islahat olar, ya orada inqilab olar, orada hökumət dəyişilər, ya orada dövlət dəyişilər. Amma o zaman ki, siz bu iki dalanı sizin əlinizdən aldılar, siz ideoloji ilə liderdən qorxdunuz və dediniz ki, yox, gəlir yemağa, onda sizi elə bu minənlər, ömür boyu gedərlər, apararlar. Və dedik, değişim də olmaz, islahat olmaz, değişim olmaz, illa ki siz güclü olasınız. Güclü olmaq üçün ideolojist və rəhbəriz olmalıdır. Çünki bir ideolojinin dövrəsində, bir düşüncənin dövrəsində bir dənə də adam ki onu, o düşüncəni yaxşı düşünübdür, onu nümayəndəlik edir, onun dövrəsində toplanmaq lazım ki, gücə çevriləsiniz. Yoxsa məsələn 1 milyon adam gedir, yaxşı 100 min nəfər gedir futbola baxmağa, məsələn Qurtlar Vadisində, amma
120 dana polis, sərbaz polis, yəni təcrübəli sərbaz polis eləyə bilirlər ki, o 100 min nəfərin qabağında dursunlar, onları dağıtsınlar, onları xunsa eləsinlər. Niyə? Çünki o 100 nəfərin, 120 nəfərin başında bir fərmandeh vardı. 3 dana timə bölüb, 4 dana, 5 dana, 10 dana timə bölübdü. Hamısı bir əmrinə sağa get, sağa gedirlər, sola get, sola gedirlər, dur, durur. Əmirlə gedir. Millət bu cürdür. Rəhbər o başda o deyər ki, dur, durar, get, gedər, vur, vurar, sındır, sındırar, öldür, öldürər. Əgər bizim rəhbərimiz olmasa, əgər bizim ideolojimiz olmasa, qudrətə çevirənlər və qudrətə çevirməsək, o ərteş niyə o cür, o 120 dana sərbazla, o əfsər niyə eləyə bilir 100 min nəfəri dağıtsın? Çünki əvvələn bildirlər, qaba başlarında bir dana liderləri var, hamı onun sözünə baxır, hamı onun sözü ilə oturur, durur, gedir, gəlir, silahı nə cür işlət, o dəstur verir. İkinci, bir ideoloji dövrəsində yığışıblar. O ideoloji onlara o şeydir ki, fərmandır. Gəlir o fərmana baxır. O hər nə mənədir ki, ona veriblər, o onun ideolojisidir. O onun yolunda ölür də, öldürür də. Yəni bu onun ideolojisidir. Biz də bu əsasda dostlar, gərək bu məzəliyyəni ciddi tutaq və partilərə üzv olaq. Partiləri gücləndirək. Partilər də əlbəttə gərək ideoloji sahibi olarlar. Əgər bu sorular 500 dana sorudur. Bu 500 soruya cavab verə bilinmirsə, deyək 500 deyil, 250-dir. Hər neçədir, o mühüm deyil. Bu 250 sorunu teorik olaraq, demirik ki, sən get məclisdə qanun qoy. Amma sənin teorin olmalıdır ki, məsələn, sənin hökumətində qanun necür olacaqdır? Rant necür olacaqdır? Mübarizəsi necür olacaqdır? Liderin gücü necür kontrola gələcəkdir? Demokrasi necür icra olacaqdır? Düşmənlə savaşdaq demokrasi haracan vardı? Sənin partinin düşməni haracan azadlığı vardı? İndi azadlıq var, amma mən azadam, fikrim də var, düşüncəm də var, tamam, buracan azadam. Amma imkanım yoxdur bu fikri millətə yetirəm. Burada azadlığın mənası yoxdur ki. Yəni, deyək ki, mənim fikrim var, bir dana fikrim var, hər nədir? Bir fikrim var. Əlbəttə, İranda deyirlər ki, kitablar faydalıdır, faydasızdır. Hər nə kitab var, faydalıdır. Kitab dünyada görməzsiniz faydasız olsun. İmkansızdır, siz bir dana kitab deyəsiniz ki, dünyada faydasız olsun. O kitab ki, sizin nəzərinizdən faydasızdır, o çox bir insanlara faydalıdır. Biri də onu yazıbdır. Faydasını sən dövlət təşxis verməyəcəkdir. Onun faydasını oxuyan təşxis verəcəkdir. İndi deyək ki, mənim bir dana düşüncəm var. Siyasi düşüncə, ictimai düşüncə, fəlsəfi düşüncə, nə bilim, elmi düşüncə, iqtisadi düşüncə, bunlar. İstəyirəm millətə yetirəm. Azadlığım buracan var ki, düşünəm. Tamam, düşüncəmin sənə zərəli yoxdur. Beynimdə hər nə varsa, heç kəsə zərəli yoxdur. Bunu sən azad deyə bilməsən ki, düşüncə azadlığı. Düşüncə azadlığı ilə azadlığı var. Yap belə diktator məmləkətlərdə düşüncə azadlığı var. Çünki beyindədir. Beyində neşədə deyil ki. Amma bunun yaymaq azadlığı var ya, yox. Bu bir. Yaymaq azadlığından sonra əcəba yaymaq üçün imkan azadlığı yaradır dövlətmi? Yəni dövlət imkan yaradır ki, mən bu düşüncəni, indi məsələn burada bu internet var. Amma dövlət gəlir interneti bağlayır, filtr edir, qoymur, zəiflədir. Tamam, mən bu azadlıq var, amma sən bunu filtr eləmirsən, mən bu azadlıqdan istifadə edə bilmirəm, düşüncəmə aparam bura. Sən ən aşağı səviyyədə ki, demirəm heç radio, televizyon ver mənə, amma sən ən aşağıda ki, internet olsun, bunu mənim əlimdən almışsan. Mən bundan eləyə bilmirəm insanlarla danışam. Əmniyyətimizi də almırsan. Yəni mən burada bəzi söz desəm, sən tez orada mənə şikayət edəcəksən, çəkəcəksən ya da gəlib tutub aparacaqsan. Bunlar çox önəmli məsələlərdir. Partilər bu ideoloji məsələləri danışmalıdırlar, göstərməlidirlər. Biz də bunu bilməliyik. Xüsusən biz Güney Azərbaycanlılar, İranda yaşayan türklər, İran adlı siyasi varlıqda. İran torpaq deyil, dostlar. İran tarixdə nə Perşiya adı deyilibdir, nə də İran adı deyilib. Bu Perşiya ki deyirsiniz ha, bu Perşiya keçən 150 ilin, 200 ilin sözüdür. Ondan qabaq Perşiya yoxdur. Səfəvi dövrəsində Səfəvilərə Perşiya desən, çəkər adamı vurar. Dövləti ki qurursan, hər yerə deyirsən ki, bu dövləti yığdım və sən bura Perşiya deyənməzsən, mən buradan buraya düzəm. Buradan bu yüzden mən burada dövlətəm. Qədim bu cür idi. İndi bəzi məmləkətlər var, məsələn, siz ona deyirsiniz ki, şeydir, Çin, Misr. Axı Çin, Misr indi torpaq adıdır, dövlət adı deyil ki. Bu, məsələn, 1000 il bundan qabaq, ora Misr deyildi. 500 il bundan, 100 il bundan qabaq, ora Misr deyildi. 200 il bundan qabaq, Misr deyildi. Oranın bir hakimiyyəti vardı, hakimiyyətin adına gedirdi.
Amma keçən 200 ildəki bu Avropalılar, Məsihlər dünyanın beynini yuvublar. Hamıya deyirlər ki, bir dənə bir yer vardı, tarixən adı İrandır. Bir yer var, özü hökumətdir da, tarixi hökumətləri var bunlar. Bir yer var, adı tarixən Misrdir. Bir yer var, tarixən adı Hindistandır. Bir yer var, adı tarixən Çindir. Belə bir şey yoxdur. Hər yerdə tarixən oranın adı şeyin adını çəkir. Çünki torpaqlar həmişə kiçikləşir, böyükləşir. Hökumətlər biri yıxılanda torpaqları əlindən gedir, ya azalır. Biri də qalxanda torpaqları getdikcə çoxalır. Siz burada hansı zamanacan hansı dövlətindir? Bunlar çox önəmli məsələlərdir. Salam dostlar, xoş gördük, var olun. Çox sevinirəm bu günləri dostlar gəliblər. Amma mütəəssifanə hələ buradan Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatından gələnlər hələ yoxdur. Təəssüflə gözləyirəm. Var olun, sağ olun dostlar. Təşəkkür edirəm. Gözləyirəm ki, gəlsin. Bir aydan çoxdur xəbərləri vardı, amma təəssüflə gəlməyiblər. Mən hətta bu dostumuz ki demişdi, mən gələcəm onun Əjdər Təxiyzadə cənablarının yerinə gələcəm. Belə ona da zəng eləmişəm, mesaj qoymuşam, amma Avustraliyada olduğunu bilirəm. İndi orada gecə saat 3:30-4-dür. Yuxunun ortasındadır. Bəlkə bizim zəncim telefonu da bağlayıb ki, yata bilə yatıbdır. Xəbəri olmur. Hər halda biz bu düşüncə bağı dediyimiz fikir otağına ya düşüncə otağına bir əsasnamə yazdıq. Təvafuqnamə yazdıq. Hər kəs bunu qəbul eləsə gəlib burada danışa bilər. Partilərdən danışırıq. Şimdi beləsə bir mətn yazdıq. Göndərdik, hamısı da qəbul elədi. İndi də elə baxırdım, Əjdər bəy Təxiyzadə cənabları da qəbul eləyibdi. İcazə buyurun baxım. Bəli, qəbul eləyiblər. Və sonra da mən Əjdər Təxiyzadə cənabların özünün adına yazmışam, göndərmişəm. Ayın gecə saat, nahar çağı bizim saat, Toronto vaxtında saat 3:10 dəqiqə keçəndə göndərmişəm. Və tarixi də icazə buyurun. Bu 28, 4-cü ayın 28-də, indi 5-ci ayın 24-ündür. Yəni az qalır ki, düz bir ay ola ki, bunu göndərmişəm. Özləri də yazıblar, çox gözəl, var olun, bəy əfəndim. Mən də təşəkkür eləmişəm və bundan sonra da yazılaşmışıq. Əlbəttə son yazılarımı görməyiblər, oxumayıblar. Yəni mən baxıram, elə ən son onu görüblər, ondan sonra əlbəttə mənə özləri göndəriblər mesaj. Amma mənim yazılarımı nədir olubda orada tik vurmayıb ki, görüblər. Hətmən mənə göndərsələr görüblər, ya da ki, görməyiblər, göndəriblər. Heç baxmayıblar, görürlər mən bir şey göndərirəm ya yox. Amma hər halda cilayə eləməyək, bəlkə bir müşkül var, umaram ki, bugün həll olsun, gəlsinlər. Təşkilatdan, Azərbaycanın önəmli siyasi təşkilatlarından biridir. Bəli, bilirəm, burada da 2-ni 17 dəqiqə keçir, yəni 45 dəqiqə, 47 dəqiqədir mən burada öz-özümə danışıram ki, bəlkə vaxt olsun, əlbəttə çalışıram faydalı bir sözlərdə deyim. Amma əgər icazə buyursanız dostlar, gedim mən, çünki o dostumuz gəlsə də bunu oxuyacağam, parti. Gəlməsə də oxuyum ki, dostlar bilsinlər, biz hangi əsasda dostlarımızla, partilərlə danışırıq. Düşüncə bağı otağının əsasnaməsi. 1. Əziz və hörmətli Güney Azərbaycan siyasi təşkilatlar mənsubu. Salamlar və sayğılar. Güney Azərbaycan düşüncə otağına xoş gəlmisiniz. Düşüncə bağının anayasası ya birlik, əməkdaşlıq, hər nə desəz, həmkarlıq usulları, payaları, hər nə desək, bu növrəsi. Əlif. İnsafəli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. Bu birincisi. Dostlar, mən tərəfsiz deyiləm. Adamların arasında tərəfsizəm. Yəni mən İstiqlal Partisini sevim ya Güney Azərbaycan Demokratik Partisinin tərəfində durum, heç birisinin tərəfində durmuram. Mən bunların heç birisinin tərəfində durmuram. Hamısının yanında tərəfsizəm. Amma mən özüm bir düşüncəm var, bir fəlsəfəm var, bir ideolojim var. Bir siyasət götürmüşəm, bir strateji götürmüşəm, bir düşüncəni daşıram. Mən bunun əsasında onlardan soruları soruram. Yəni mən tərəfsiz deyiləm ki, mənim beynim dolu olduğu üçün sorular yazmışam. O soruları gətirirəm, bunlardan soruşuram. Onlar da buna cavab verəndə, mənə tərsə düşəndə mənim düşüncəmlə onları challenge çəkirəm. Mən öz düşüncəmlə əsasında onları çəkib-bəkə edirəm. Ki, görək nə çıxır ortadan.
İkinci, sizlərdən soruları İnsafərli Hidayət soruşacaqdır. 3. Sizlər İnsafərli Hidayətdən soru soramazsınız. Yəni, mən burada oturmamışam cavab verəm onlara. Onlar oturublar, mənə cavab verərlər. 4. Əgər vətəndaşlarımızdan qonu haqda sorğular gəlir isə, adı bəlli olan dost vətəndaşlarımız. Yəni, məsələn, burada dostumuz vardı, adı ilə, əhsi ilə gəlibdi. Tamam. Məsələn, bayaqdan görürdüm ki, Həsən ağa gəlmişdi, buradaydı. Tamam, mən bunu tanıyıram, əksi var, adı var, şöhrəti bəllidir, cəsarət ilə gəlib otağa, tamam, suallarını soruşur, gözümüz üstə, bu sualı soruşacaq. Amma onlar ki, əks ilə gəlməyiblər, adları, şöhrətləri bəllidir, onlar sual soruşa bilməzlər. Çünki biz bilmirik kimdilər, əxlaq vəziyyətdə nə cürdülər, gəlirlər tohin. Biz bu otaqda, düşüncə otağında düşüncəyə ehtiyacımız vardır. Savaşa, tohinə filana ehtiyacımız yoxdur. Adı bəlli olan vətəndaşlar soru sora bilər və İnsafərli Hidayət o soruları sizlərə yönəltir. Mən sizin sorularınızı alaram, onlara veririm. Əlbəttə, bir istisna budur ki, 500-ə yaxın sual soruşacaq qonağımızdan. Dözün, görək ki, o soruları sorulmasa, tamam. Bir də gündəlik məsələləri biz soruşmuruq. Biz ideolojik məsələləri soruşuruq. Biz stratejik məsələləri soruşuruq. Biz fəlsəfi məsələləri soruşuruq. Yəni, düşüncəsəl məsələləri soruşuruq. Əslən, gündəliklərlə bizim ilgimiz yoxdur. Adamların bir-birləri ilə müşkülləri var, yoxdur. Bizim bunlarla işimiz yoxdur. Partilərin bir-birləri ilə çatışmazları var, yoxdur. Bizim bunlarla əslən işimiz yoxdur. Çünki onlar siyasət deyil. Onlar riqabətdir. Biz onların riqabət müəlziməsi olmuruq. Amma sorularımız var. Onlar da lütf edirlər, bizim sorularımıza cavab verirlər. Hər kəs təşkilatında olan yer ya mənsubiyyəti və soy adı ilə xitab olacaqdır. Əlbəttə, Salih bəy, İldırım cənablarını mən bilmirəm nədən dolayı isə özüm də bunu mütəvəccüh olurdum. Çox Salih bəy deyirdim ta İldırım bəy. Bu mənim qüsurumdur. Buradan da Salih bəydən üzr istəyirəm. Amma bəlkə Salih bəyə bəlkə biraz özümü daha çox yaxın görürdüm. Əlbəttə, mən yaxın gördüyüm adamları da normalda kiçik adları ilə səsləmərəm. Amma Salih bəy, mən bilmirəm ya, adları çox səmimi gəlir mənə. Çox səmimi. Yəni, hər hal. O birisi sualda, hər kəs təşkilatında olan yer mənsubiyyəti və soy adı ilə, tamam, onu dedik. Hər siyasi təşkilatın vaxtı o təşkilatın sorulara cavab verdiyi qədərdir. Neçə gün içində mümkündür oturum 1 saat ya 5 saat olsun. Ya da 6 gün həftədə. 6 gün amma dalbıda. Əgər sorular və cavablar bir gündə 4 saatda. Çünki Instagram 4 saatdan izafi vaxt vermir. Bitməz isə ara düşmədən və ardı kəsilmədən 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı oturumlara keçəcəyik. Hərəsində 3-4 saat. Məsələn, Güney Azərbaycan İstiqlal Partisi ilə 6 gün danışdıq. Sorularımızın %35-inə cavab ala bildik. Qərar oldu ki, o %65-inə də səsli ya video ya da yazılı cavab versinlər. Yavaş-yavaş biz də onları burada işləyək. Buna görə ki, ideolojik məsələlər gərək açıqlansın. Əgər sorular və cavablar bir gündə, dedik, bunu da oxuduq, tamam, davam edəcək. Soruların cavabı olduqca qısa, xülasə və müstəqim olmalıdır. Bunun təşxisi İnsafərli Hidayətə bağlıdır. Mən deyəcəyəm ki, bu uzun oldu. Lütfən, gördüm ki, qırağa gedir, çəkəcəyəm, gətirəcəyəm yolun ortasına. Əgər parti mənsubları suallara cavab verməkdən qaçırlarsa, ya cavabda haşiyə gedirlər isə, İnsafərli Hidayət qonağın söhbətini kəsib, sorunu yenidən soracaq. Bu da ədəbsizlik hesab olunmayacaq. Deməyəcək ki, ədəbsizlik elədi, ya bizim partinin sözünü kəsdi. Yox. Müstəqim göstərin, biz də sözünü kəsməyək. Soruların cavabı qane edici oldu ya olmadı, İnsafərli Hidayətin təşxisinə bağlı olacaq. Qonağın sonuncu cavab haqqı var. Soruda və cavablarda heç bir şəxsə və təşkilata ədəbsiz, acı söz, pis sifətlər verilməyəcəkdir. Nə mənim haqqım var, nə qonağımızın haqqı vardır ki, partilərə, adamlara, dost ya düşmən tanıdığımız adamlara acı söz, pis söz, tənqid belə eləsin. Çünki o özünün, bura gəlir ki, özünün ideolojisini üstə qoysun. O birisi ilə işi yoxdur.
Sənə nə ki, o birisinin ideolojisi nədir? Sənin məsələn, dostumuz burada bir sual soruşur ki, əslən buna rəbti yoxdur. Bu soruya cavab verməyəcək. Çünki bizim sorumuzun məsələsi, konumuzun məsələsi Günas TV deyil. Əgər cavablarda hər bir birəyə ya təşkilata tohin, iftira və mənfi sifətlər ya təhqir gəlirsə, dilə gəlirsə, o fərd və təşkilata cavab haqqı verilir. Nə olur? Burada diqqət buyurun. Həmən biri ya təşkilatın haqqı var, o ki ona tohin olubdur, iftira atılıbdır, təhqir edilibdir, ya mənfi sifətlər veribdir ona. Onun haqqı var. Həmən biri ya təşkilatın haqqı var. Aynı zamanda, yəni həman gün söz alıb cavab versin. Ya gələn günlərdə, oturumlarda huzur tapıb cavablasın. Bunu necə olacaq? Tohin, iftira, təhqir, kötü sifətlərin təşxisi, adı çəkilən fərdilər, o adamların ki adı gəlir ya hizbin, onlardan əlavə, təşkilatlardan əlavə İnsafəli Hidayətdir. Mən də təşxis verirəm ki, burada tənqid oldu. Məsələn, Salih bəy Yıldırım cənabları 6 gün bizim, bunları indi deyəcəm, ondan sonra deyərəm. 6 gün bizim söhbətlərimizdə, bərnaməmizdə huzuru oldu. Bir gün Günas TV-yə bir tənqidi yanaşdı. Tarix dedi, yaxşı tənqid demədi. Tarixi yanaşdı, amma məncə tənqid hesab oldu. Çünki dedim, özün açıqlamalıdır. O birislərin işi yoxdur. İdeolojidə sən özünsən. O birisinə ilgisi yoxdur. O birisinin ideolojisi sənə götürməz. O birisinin işi səni götürməz. Hər kəsi öz məsuliyyətindən, öz işindən soruşarlar. Məsələn, nömrə mənfi verdik o gün Salih bəy Yıldırım cənabına və təşkilatına və Günas TV-nin də liderlərinə mesaj göndərdik ki, istəsələr cavab versələr, gəlsinlər cavab versinlər. Gəlmədilər, burada deməyiblər. Əhməd bəyə mən bunu göndərmişəm, cavab verməyiblər. Tamam. Əgər düşüncə bağının qonağı bir şəxsin adını çəkib, gəldi qonağımız bir şəxsin adını çəkdi. Onu ya o bağlı olan təşkilatı tənqid edərsə, ya onlara bir sifət bağlarsa, ya onları sorğu altına apararsa, İnsafəli Hidayət o bireyi ya təşkilatı həmən cələsə ya sonki iclasda cavab üçün dəvət edəcək. Bu da mənim vəzifəmdir. Əgər gördük belə olur, o çəkəcəyik bura və onu dəvət edəcək. Düşüncə bağı otağı ədəb ərkan, mərifət, sayğı və hürmət üzərə qurulacaq. Bunu biz müraat edəcəyik. Əvvəldən axirə. Əgər qonaqlar hər bireyin və təşkilatın adını gətirmək zorunda qalırlarsa, indi bir nəfər danışır, məcbur oldu. Da sözü elə gəldi ki, deyir, mən məcburam Günas TV-nin adını gətirəm, Həsənin adını gətirəm, Hüseynin adını gətirəm. Da söz elə gəldi ki, məcbur oldu gətirsin, onda nə edəcəkdir? Sayğılı və hörmətli sözlər ilə o bireyi ya o təşkilatın adını səsləndirəcək. Sayğı ilə. Məsələn, Əjdər Təqizadə cənabları, Mikail Oyta cənabları. Görürsünüz, sayğı ilə. Sayğın, özü də məsələn, Salih bəy Yıldırımı çox gözəl mən gördüm bu haqda. Məsələn, deyir ki, sayın Əjdər bəy Təqizadə məsələn. Yəni, çox ədəbli. Çünki niyə? Siyasi adamın birinci siyasəti budur ki, qruplarla ki danışır, adamlarla ki, hətta düşmənləri ilə ki danışır, sayğılı görünsün. Savaşa gedəndə silahı götürsün, öldürsün, dəstur versin ki, tutun, vurun, öldürün. Amma o zaman ki, gəlir danışığa, orada özünün kültürünü görsədir, özünün ideolojisini görsədir, onun yox. Öldürəndə öldürür, amma danışanda özünün kültürün, özünün fərhəngin, özünün düşüncəsini, özünün inancını görsədir. Bəs nədir? Əgər qonaqlar hər bireyin və təşkilatın adını gətirmək zorunda qalırsalar, sayğılı, hörmətli sözlər ilə o bireyin və təşkilatın adını səsləndirəcəklər. Bu da bir qanundur bizim. Bu otağımızın qanunlarından biri də budur. Otaq başlanandan sonra deyək, hər qonağın mənfi və sayğısız sözləri bir mənfi nömrə hesab olur və elan olacaq. Məsələn, qoy o birisini oxuyayım ondan sonra. Bəs hər qonaq ki gəlir bura, mənfi bir söz dedi, bir qarğış elədi, bir söyüş verdi, bir
birini nəqd elədi, birini tənqid elədi. Özünün soru əvəzinə getdi ayrı adamı tənqid edir. Mən soruşmuşam ki, siz hüququ nə tərif edirsiniz? İran yanı nə mənə? O getdi dedi ki, məsələn, bu xarab qalmış, məsələn, nə cür deyim bunu məsələn? Bir dana istəyirəm ki, bir şey tapam onu deyəm. Məsələn, bu filan olmuş pan-İranistlər burada mənfi nömrə verəcək. Biz səni pan-İranistləri soruşmadıq. Sənin nəzərin soruşduq ki, məsələn, demokrasi necə olacaq? Sən buna cavab verəcəksən. Bu ki, pan-İranistdən soruşmuruq ki, demokrasi nədir, nə deyil. Ondan soruşmuruq ki, İranın mənası nədir? Səndən soruşuq ki, İranın mənası nədir? Pan-İranistdən yox, sən pan-İranistləsin. Yap, dünyanın belə pisidir. Sənə nə rəbti var? İndi bu pis sözün ki, mən işlətdim, bu özü mənfi nömrədir bizim şeydə, proqramda. Tamam. Otaq başlanandan sonra tək hər qonağın mənfi və sayğısız sözləri İttihamı, hər nəmənə tohin, filan, bəhman bir mənfi nömrə hesab olub elan olacaq. Həman cələsənin sonunda. Hər iclasın sonunda sayğısız sözlərin sayı üzərində mənfi nömrənin sayı elan olacaq. Beləliklə, o fərd və təşkilat mənfi nömrə ilə tanınacaqdır. Yəni, mən onu, məsələn, bu cür elədik. İndi bunun qalanı da var, qalanını da oxuyayım, 2 dana da var. Onu oxuyayım, ondan sonra bunu görsədim, nümunəsini görsədim. Mənfi nömrəsi az olan ya əslən mənfi nömrəsi olmayan təşkilat və onun mənsubu ərdəmli, ən ərdəmli, mirdi əmlə... Bunları mən düzəltmişəm. Bu şeydir, yəni yox idi. Bizim ədəbiyyatımızda işlənmir belə bir şey. Mən belə bir şey düzəltdim ki, əgər biri çox əxlaqlı davranırsa, insan şəkilli davranırsa, öz fikrini, düşüncəsini deyir, heç kəsə hop bulmur, daş atmırsa, onlara nömrə verək, müsbət nömrə verək. Nə dedik? Dedik ki, mənfi nömrəsi az olan, ya əslən mənfi nömrəsi olmayan adamlara, o təşkilatlara, onların mənsubuna ərdəmli, ərdəm türkcədir, əxlaq sözünün türkçəsi, əxlaq ərəbcədir. Ən ərdəmli və milli ərdəmli sifətləri layiq görünüb, topluma və həmən iclasın sonunda və sondakı iclasın sonlarında deyiləcəkdir. Məsələn, dostlar, baxın, bir danası da var, onu da oxuyayım sonra. Tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli olmaları dilər və hər birindən özlərin millətimizə ən gözəl, ədəbli, ərkanlı, ədəbi dillə, sözlə və xülasə olaraq tanımalarını rica edirəm. Bu tarixi getdi. Bu bizim şeyimizdir. Sonra da onların istəmişik ki, desinlər ki, nəcürdür. Bunu qəbul edirlər, yox, qəbul eləməsi də etiraz eləsinlər. Məsələn, bir 3 gündə etiraz eləməsələr keçibdir. İndi məsələn, 1 ay keçir hududən etiraz eləməyiblər. Onun üçün də bunun getəcək. Məsələn, Salih bəy Yıldırım cənabları Güney Azərbaycan İstiqlal Partisi tərəfindən 6 gün qonağımız oldular. Birinci gündə milli ərdəmli, yəni nə birini nəqd elədilər, nə birinə tohin elədilər, nə pis söz işlətdilər. Çox gözəl, siyasi kəlmələrlə çalışdılar, sözcükləri qoyarlar, bir-birinə cavab verərlər. Milli ərdəmli sifətini oldular. 2-ci gündə eyni, 3-cü gündə eyni. 4-cü gün Günaz TV-yə bir tarixi bir fakt işarə elədilər Günaz TV haqqında. Çünki bunlara ilgisi yox idi, gərək getməyəydilər. Nə oldu? Bir dana mənfi nömrə verdik. Nə oldu? Ən ərdəmlidən yendi. Çünki tohin deyildi. Təhqir də deyildi. Nəqd də deyildi. Bir dana faktı gətirdilər. Amma o faktı onların cavab haqqıları var. Nə elədik? Dedik ki, siz bir düymdə düşdünüz aşağıya. Özlərinə də dedik, canlı yayında da dedik, ən ərdəmliyə yendilər. Ondan sonra yenidilər, milli ərdəmlikdə qaldılar. O son 2 günü də 5-ci və 6-cı günü də milli ərdəmli nömrəsini bizdən aldılar. Əziz və hörmətli dostlar, mən görürəm ki, 1 saatlı hududən mən burada danışıram və qonağımız gəlmədi. İcazənizlə mən bu sözü elə burada kəsim, dayandıraq və gözləyək, görək sabah gələcəklər yox. Xəbər də verək Əjdər bəy Təlqizadə cənablarına, görək ki, niyə gəlmədilər, nə özləri gəldi, nə nümayəndələri gəldi və biz də burada qaldıq. Proqramı da 1 ay öncə, 1 ay deməyək, amma 3 həftə öncə göndərmişik ki, filan gün sizin bərnaməzdir. Tamam. Bu bir mənfi nömrə, məncə 10 mənfi nömrə verməliyik
Güney Azərbaycan Demokratik Partisi parti təşkilatı, dəqiq adını deyim, üzrə mən Güney Azərbaycan Demokratik Türk Birliyi təşkilatına 10 nömrə mənfi mən bugün verim, burada icazəsilə yazıram, burada mənfi 10 nömrə biz burada verdik, çünki bir qol vermişdilər, qəbul eləmişdilər və mütəəssifanə gəlmədilər. Umaram ki, bunu məndən ədəbsiz görməsinlər. Siyasi insanın birinci işi budur ki, söz ki verir. Məsələn, mən Çehriqani cənablarına heç bir şey deyə bilmərəm. Çünki deyib, mən içəridən, eşikdən adamlarımıza məşvərət edəcəyəm, gələm sənə cavab verəm. O birisi ki, deyib, mən gəlməyəcəyəm, ona da bir şey deyə bilmərəm. Çünki deyir, mən gəlməyəcəyəm. Qurtarcıqdır. Saygı ilə qarşılarıq, boynumuzda qıldığı, nə deyirlər, nazikdir. Amma bir təşkilat deyib, mən gələcəyəm. Soruları da alıbdır. 3 həftədə vaxtı vardı. Bir həftədə bir ayrı qonağımız gəlibdir, partisini təşkil veribdir. Mən fikir edirəm ki, o mənfi nömrə almalıdır. Siyasi olaraq siyasi davranmadı. Heç olmasa dünəndən ya bu gün yazar ki, mən gələ bilmirəm. Mən hər halda da buradan izafiyə getməyim, çünki onda qonaqlarımızı incitməyə geçər və mən istəmirəm incidən qonaqlarımızı. Amma siyasi protokollar, siyasi prestijlər, siyasi düşünürlərin siyasi davranmaqları lazımdır. Onlardan da biri sözlərinin üstündə durmaq ya da hər şeysə bir ittifaq düşər. Yəni mənə də bir ittifaq düşər, gərək fori deyəm ki, çox üzr istəyirəm, mən gələmirəm. Bu çox rahat və qolayca bunu həll eləmək olar. Hər halda mən 1 saatda burada 1 saat 6 dəqiqədə burada gözlədim. Mütəəssifanə bu partidən gələn olmadı. Aleyküm selam Hüseyin bəy. Var olun, sağ olun. Tamam dostlara salam ərz edirəm. Bu günləri çoxlu mən gördüm önəmli dostlar, siyasi yazarlar gəlmişdilər ki, Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatının başqanının ya mənsubunun sorulara cavab vermələrini görürlər, amma təəssüflə hər nədən dolayı olmadı. Umaram ki, bu gün eləyə biləm əlaqə quram və onları sabahları gətirəm. Sabahları saat 9, Təbriz vaxtı ilə saat 9-la sizin xidmətinizdə olacağım. Var olun, sağ olun, gecəniz xeyirli qalsın.